Dəmir yol keçidlərindəki hərəkətə aid digər qaydaları qanundakı maddələrə istinad edərək öyrənək. Keçiddən hərəkətin hansı üsulla qadağan olunmasından asılı olmayaraq hərəkət hissəsində stop xətti çəkilibsə, sürücü hərəkəti qadağan olunan reyssiz nəqliyyat vasitəsini stop xəttin qarşısında dayandırmalıdır. Yəni, bu xətti keçmək olmaz. Svetofor olmayan və hərəkət hissəsində stop xətti çəkilməyən keçidin qarşısında dayanmadan keçmək qadağandır nişanı quraşdırılarsa, bu zaman sürücü nəqliyyat vasitəsini bu nişanın qarşısında dayandırıb, keçidə reysli nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olduqdan sonra keçiddən keçməlidir. Keçidin qarşısında quraşdırılan svetoforda qadağan edici qırmızı siqnal yanarsa və hərəkət hissəsində stop xətti çəkilməzsə, bu zaman sürücü nəqliyyat vasitəsini svetoforun qarşısında dayandırmalıdır. Əgər keçidin qarşısında dayanmadan keçmək qadağandır nişanı quraşdırılmayıbsa və hərəkət hissəsində stop xətti çəkilməyibsə, şlaqbaumlu dəmir yol keçidindən hərəkət qadağan olunan halda sürücü nəqliyyat vasitəsini şlaqbauma ən azı 5 metr, yəni 5, 6, 7 metr və daha artıq məsafə qalmış dayandırmalıdır. Şlaqbaum özü də birinci reysə 5 metr qalmış quraşdırılır. Nəzərdə tutulur ki, əgər reysli nəqliyyat yanı üstə aşsa belə, göstərilən yerdə dayanan avtomobil zədələnmir. Bu məsafəni belə yadda saxlayın ki, 5 metr məsafə orta ölçülü minik avtomobilinin uzunluğundan bir qədər çoxdur. Göstərilən məsafədən yaxında dayandıqda çəkisi ağır olan çox vaqonlu qatarların küləyindən yüngül minik avtomobilləri hətta aşa bilər. Qarşısında svetofor dayanmadan keçmək qadağandır nişanı quraşdırılmayan və hərəkət hissəsində stop xətti çəkilməyən və şlaqbaum olmayan keçiddə hərəkət qadağan olunan halda sürücü nəqliyyat vasitəsini birinci reysə ən azı 10 metr, yəni 10, 11, 12 metr və daha artıq məsafə qalmış dayandırmalıdır. Bilirsiniz ki, dəmir yol keçidində dayanmaq qadağandır. Nəqliyyat vasitəsi keçiddə məcburi dayandıqda sürücünün əsas vəzifəsi sərnişinlərin təhlükəsizliyini təmin etmək olmalıdır. Bunun üçün o ilk növbədə soldakı şəkildəki kimi adamları dərhal düşürməli və ortadakı şəkildəki kimi qəza dayanması işıq siqnalını yandırmalıdır. Bundan sonra isə keçidi boşaltmaq üçün sağdakı şəkildəki kimi lazımi tədbirləri görməlidir. Əgər keçiddə mühərrik sönərsə və işə düşməzsə, bu zaman əl ilə avtomobili itələyib keçiddən uzaqlaşdırmağa çalışmaq lazımdır. Bu mümkün olmazsa, avtomobilinizi başqa avtomobillə yedəyə alıb keçidi boşaltmağa çalışmaq lazımdır. Daşınan yük dəmir yol keçidinə düşdükdə də sürücünün əsas vəzifəsi yükü keçiddən götürməklə keçidi boşaltmaq olmalıdır. Keçiddə məcburi dayanmada qısa müddətə keçidi boşaltmaq mümkün olmadıqda, qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı vermək zərurəti yaranır. Bu zaman sürücünün yanındakı adamların sayından asılı olaraq 3 müxtəlif hal ola bilər. Birinci hal, sürücünün yanında 2 və daha çox sərnişin və ya başqa adam olduqda. Sürücü yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi 2 adama başa salaraq soldakı şəkildəki kimi dəmir yol xətti boyunca hər iki tərəfə, sağa və sola 1000 metr qabağa göndərməlidir. Yəni, addımı təxminən
yarım metr olan şəxslər olduqda 2000 addım qabağa getməli olduqlarını sürücü onlara bildirməli və qatarın gəldiyini gördükdə maşinistə dayanma siqnalını necə vermək qaydalarını izah etməlidir. Maşinistə dayanma siqnalı gündüz vaxtı parlaq rəngli parça yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə vaxtı isə məşəl və ya fənərlə ortadakı şəkildəki kimi qolu dairəvi hərəkət etdirməklə verilir. Sağdakı şəkildə isə gecə vaxtı keçiddə məcburi dayanan avtomobildəki adamlardan birinin qatar görünən kimi ona tərəf qaçaraq fənərlə maşinistə dayanma siqnalı verməsi göstərilib. Parlaq rəngli parça dedikdə qırmızı, narıncı, yaşıl, göy, sarı və sair rəngli parçalar başa düşülür. Yaxşı görünən hər hansı əşya isə salonda saxlanılması məsləhət görülməyən aksesuarlar, yaxşı görünən kukla, oyuncaq və digər belə əşyalar ola bilər. Gecə vaxtı bu vəziyyətdə məşəl və ya fənər olmazsa, vəziyyətdən çıxmaq üçün müasir iPhone və Android telefonunun zəif işığı ilə də maşinistə dayanma siqnalı vermək olar. Bu şəkillərdə maşinistə dayanma siqnalı vermək üçün adamların səhvən dəmir yol relslərinin arası ilə qaçaraq getməsi göstərilib. Maşinistə dayanma siqnalı vermək üçün relslərin arası ilə deyil, bu şəkildəki kimi relsin yanı ilə hərəkət etmək lazımdır. Çünki qatar gəldikdə onlar relslərin arasından çıxarkən ləngiyərlərsə, ayaqları relsə ilişib yıxılarlarsa, qatar onları vura bilər. Bundan başqa sürücü nəqliyyat vasitəsinin yanında qalmalı, bir neçə dəfə bir uzun və 3 qısa səs siqnalından ibarət ümumi həyəcan siqnalları verməlidir. Bu siqnallar beynəlxalq təhlükə siqnalı SOS kimi kömək çağırmaq üçündür. İkinci hal, keçiddə məcburi dayandıqda sürücünün yanında bir sərnişin və ya başqa adam olduqda, sürücü yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi həmin adama başa salıb, dəmir yol xətti boyunca yolun daha pis görünən tərəfinə, döngə və ya duman olan tərəfinə 1000 metr qabağa göndərməlidir. Qatarın gəldiyini gördükdə dayanma siqnalını necə vermək qaydalarını sürücü ona izah etməlidir. Məsələn, soldakı şəkildəki kimi keçiddə məcburi dayanan avtomobilin sürücüsünün yanında bir sərnişin olduqda onu dayanma siqnalı vermək üçün döngə olan tərəfə göndərməlidir. Ortadakı şəkildə gecə vaxtı döngə olan tərəfdən gələn qatara məşəllə siqnal verməyə hazırlaşan sərnişin göstərilir. Bu halda da sürücü nəqliyyat vasitəsinin yanında qalmalı, bir neçə dəfə bir uzun və 3 qısa səs siqnalından ibarət ümumi həyəcan siqnalları verməlidir. Əgər qatar sərnişinin getdiyi tərəfdən deyil, əks tərəfdən gələrsə, sürücü qatar görünən kimi ona tərəf qaçaraq özü dayanma siqnalı verməlidir. Üçüncü hal, keçiddə məcburi dayandıqda sürücünün yanında heç kim olmaya bilər, yəni tək ola bilər. Bu zaman sürücü nəqliyyat vasitəsinin yanında qalaraq bir neçə dəfə bir uzun və 3 qısa səs siqnalından ibarət ümumi həyəcan siqnalları verməlidir. Avtomobilin yanında tək qalan sürücü qatarın hansı tərəfdən gəlməyini müəyyənləşdirməyə çalışmalıdır. Sürücü qatar görünən kimi ona tərəf qaçaraq özü maşinistə dayanma siqnalı verməlidir. Sürücü qulağını relsə yaxınlaşdırmaqla relsdəki uğultu səsindən qatar gəlməyini hiss edə bilər. Adətən bu ərazilərdə yaşayan sürücülər həmin vaxt qatarın hansı tərəfdən gəlməyini bilirlər. Başqa sürücülər isə diqqətli olmalı və qatarın hansı tərəfdən gəlməyini müəyyən etməyə çalışmalıdır. Keçiddə məcburi dayandıqda ilk növbədə sürücü özünü itirməməli, soyuqqanlı olmalıdır.
Adamları avtomobildən düşürdükdən sonra keçidi boşaltmaq mümkün olmadıqda kömək çağırmalıdır. Bu qanunlar yazılan vaxt olmasa da indi sürücülərdə mobil telefonlar var. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin həftənin 7 günü, günün 24 saatında fasiləsiz işləyən 18-22 nömrəli qaynar xətti var. Keçiddə məcburi dayanan və qatar gələnə qədər keçidi boşalda bilməyən sürücülər 18-22 nömrəli qaynar xəttə zəng edərək keçidin olduğu ərazini bildirməklə onlardan kömək istəyə bilər. Bu qurumda qatarın maşinistinə zəng edərək həmin keçiddə məcburi dayanan avtomobilin olduğunu bildirəcək. Maşinist də keçidə kiçik sürətlə yaxınlaşaraq lazım gələrsə qatarı saxlaya biləcək. Keçidi boşaltmaqda çətinlik çəkdikdə, məsələn məcburi dayanan yüklü yük avtomobili olduqda Fövqəladə Hallar Nazirliyinin 7/24 rejimində fasiləsiz işləyən 112 nömrəli qaynar xəttinə də zəng edib kömək istəyə bilərsiniz. Əgər bu qurumlar laqeyd və ləng hərəkət edərlərsə, yol hərəkəti iştirakçısı kimi siz Daxili İşlər Nazirliyinin 7/24 rejimində fasiləsiz işləyən 102 nömrəli və Baş Dövlət Yol Polis İdarəsinin 7/24 rejimində fasiləsiz işləyən 902 nömrəli qaynar xəttinə də zəng edib kömək istəyə bilərsiniz. Dəmir yol keçidinə yaxınlaşan sürücü yadda saxlamalıdır ki, dəmir yol keçidinin özündə dayanmaq və dəmir yol keçidinə 50 metrdən az qalmış keçiddə və keçiddən 50 metr uzaqlaşana qədər durmaq qadağandır. Dəmir yol keçidində və keçidə 100 metrdən az qaldıqda ötmək qadağandır. Siz soldakı şəkildə dəmir yol keçidinə 100 metrdən az qalmış ötməyin qadağan olunduğunu, sağdakı şəkildə isə dəmir yol keçidini keçdikdən sonra qaydalar çərçivəsində ötmə əməliyyatı aparıldığını görürsünüz. Dəmir yol keçidində geriyə dönmək və geriyə, yəni daldal hərəkət də qadağandır. Dəmir yol keçidlərindəki hərəkət qaydalarını pozmağın ağır nəticələrini göstərən şəkillərdəki bu vəziyyətə düşməmək üçün keçidlərdən keçmək qaydalarına əməl edin. Videonu paylaşın ki, daha çox hərəkət iştirakçısı yol hərəkəti qaydalarını mükəmməl bilsin. Yollarda təhlükəsizlik tək sizdən yox, bütün hərəkət iştirakçılarından asılıdır. Videoya baxdıqdan sonra rəylərinizi də yazmağı unutmayın. Şərhləriniz və rəyləriniz müəllif üçün dəyərlidir.